Orxan, səndə vəziyyət necədir? Sənin 20-ci sahə hekayələr kitabının çap olunub, o kitabı oxudum. Həyat qanunu hekayələrində içində. Səndə vəziyyət necədir? Sənin çətinliklərin, ümumiyyətlə bir yazıcı kimi, bir gənc yazıcı kimi ən çox yazılarında bir var özünün yazı çətinliyin, bir var çap prosesi çətinliyin, bir var tanınmaq çətinliyin. Hansı hissləri yaşayırsan? Ümumi nəinki mənim, hətta bugün Azərbaycan gəncliyi, orta yaşlı bütün yazıçıların problemi əslində çap olunmaq problemidir. Nə mənada çap olunmaq problemidir? Bugün yazıcı, söhbət belə deyək də, müasir Azərbaycanın ortada olan mediada həm də işləyən yazıçılarından gedir. İndi burada xalq yazıçıları falan ayrılmalıdırlar. Bu adamlar nə edirlər? Bu adamlar kitabları özləri yazır təbii ki və çapı ilə də özü məşğul olur. Öz pulu ilə, öz vəsaiti ilə gedir nəşriyyata, onu verir, çap eləyir. Sonra təzədən həmin kitabın reklamı ilə və satışı ilə özü məşğul olur. Yəni mən burada problemin birinci həlli kimi həm də nəşriyyatları görürəm. Çünki nəşriyyatlar daha çox maraqlıdırlar ki, belə deyək, bestseller kitabları çap eləsinlər. Onlar haqlıdırlar. Pul qazanmaqda haqlıdırlar, ədəbiyyat baxımından yox. Ümumiyyətlə, pul qazanmağın özü də axı şərtdir. Yəni, gərək sənin kitabların pul gətirsin. Onun nisbətində də işlər görmək olar. Tezdir. Nəşriyyat ayaq üstə durmaq üçün bazarla təmin olunmalıdır. Bu gün məsələn Azərbaycanda müəyyən nəşriyyatlar var, hansı ki onların kifayət qədər belə deyək, yaxşı büdcəsi var. Hər gün, hər ay az qala kitab çap edirlər və necə olur ki, bunların hamısı demək olar Avropa konjunkturasına hesablanır. Məsələn, bayaq Şərif müəllimin dediyi söhbətlər, həmin o romanı oxuyuruq, biz görürük ki, bu mövzu nədir, dünyaya çıxmaq şərtdir. Ümumiyyətlə, dünyaya çıxmaq həm də bunun fonunda əsas... Ümumiyyətlə, dünyaya çıxmaq üçün də, bu internet əsridir və ötən verilişlərimizdə də bu məsələ çözülür. Sən heç olmasa hansı bir ölkənin yazıçısı ilə, bir deyək ki, nəşriyyatı ilə əlaqə saxlamağa cəhd eləmisənmi? Yəni bu işi görmüsən, bəlkə bu alına bilər bəlkə. Təəssüf ki, türk dilindən başqa əlavə bir dil bilmirəm, ona görə danışanda da ancaq türk yazıçıları ilə danışırıq. Ümumiyyətlə, internetdə tərcümə vasitəsi saytları var, o vasitəsilə danışmaq, əlaqə qurmaq olar. Çünki hər bir yazıcı özü də menecer olmalıdır. Onlar da bizlə qurmurlar. Məsələ də bundadır ki, indi bizim, məsələn, belə deyək də... Bəlkə başlayın bu Azərbaycanda demək ki, bu ədəbi proseslərdə tənqidlərə, mübahisələrə qarışıb bu qədər də o şeylərə... Onlar həm də ədəbiyyat ətrafı məsələlərdir. Bu, məsələn, bizə əvvəllər ümumiyyətlə müasir... Sənin mübahisələrin ədəbiyyat ətrafı mübahisədir, yoxsa ədəbiyyat üçün mübahisədir? Ədəbiyyat ətrafı hesab edirəm mən. Bəs niyə onunla məşğulsan? O, sadəcə mənim üçün bir əyləncə vasitəsidir. Əyləncə vasitəsidir. Bəli, ədəbi əyləncə.